Bismillahirrahmanirrahim. Peygamber ali peygambere salavat zikrediyek. Allahümme salli ala Muhammed Ali Muhammed. Bu etraftaki yolla gelirdik biz. Gördüğümüz bu qəbristanlığın adı Vadüssalam qəbristanlığıdır. Yəni salamatlıq vadisi deməkdir tərcüməsi. Ətrafda nə qədər ki qəbirlər görürsünüz, hamısı bu Vadüssalam qəbristanlığına aid olan qəbirlərdir ki, yolla gələndə də bizim sağ tərəfimizdə, sol tərəfimizdə olan hamısı qəbirlər Vadüssalam qəbristanlığının ərazisi sayılır və qeyd olunur ki, bu qəbristanlığın ərazisi təxminən 22 kvadrat kilometrdir ki, dünyanın ən böyük qəbristanlıqlarından biridir. Birinci deyil, biridir. Yəni 3-cü, 4-cü yerdəki ərazisinə görə böyük qəbristanlıqlardan biridir ki, Vadüssalamdır adı, yəni salamatlıq vadisi deyərlər bu yerə. Və bu qəbristanlıqda 38-40-dan çox peyğəmbər dəfn olunur. Onlardan isə ikisinin qəbri və adları məlumdur ki, onlardan biri Hud peyğəmbərdir, biri isə Salih peyğəmbərdir ki, biz sizə yolda gələndə qeyd eləmişdik ki, 7 imam 4 peyğəmbər ziyarət eləyəcəyik. O 4 peyğəmbərin dünənləri Həzrət Əleyhisselamın hərəmində ikisini ziyarət elədiniz. Adəm peyğəmbər və Nuh peyğəmbər və ondan sonra bu qəbristanlığın içərisində geri qaydanda yolumuzun üstündə də inşallah ziyarət eləyəcəyik. Hud peyğəmbər və Salih peyğəmbərdir ki, ikisi də eyni zərhin içərisində yan-yana dəfn olunublar. Ruhlarının şad olmasına ucalı bir salavat zikr eləyək. Allahümme salli ala Muhammed.